الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين. أوصيكم ونفسي بتقوى الله يا عباد الله. Esselamu Aleyküm cemiyen ve rahmetullah ve berekatuhu. Özümü siz əziz dəyərli müminləri, müminələri, inanclı bazı qardaşlarımı, əzizlərimi mübarək və müqəddəs cümə günündə ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Təqva bizim yaşayışımızın əsasını təşkil edir. Təqva bir məsələdir ki, bizim bütövlüklə dünya və axirət xoşbəxtliyimiz təqvanın içərisində cəm olub. Təqva yəni Allah Taalanı hər zaman hazır və nazir bilməkdir. Allah Taalanı hər zaman yad eləməyə deyirlər təqva. Nə bu mənada ki, ancaq dilində, bəlkə əməlində də Allaha gərək nədir? Yad eləyəsən və Allahın əzəmətini qəlbində, ruhunda dərk eləyəsən. Buna deyirlər təqva. Təqva insanı Allaha insanda xatırladır və insana qüvvə verir ki, insan günahlardan özünü hifz eləsin. Həftələrimiz keçir, aylarımız keçir, illərimiz keçir və bu keçid devrində ömrümüz qısalmağa doğru gedir və bu bir həqiqətdir. Hər bir il ki yuxarı gedir, insanın yaşı gedir yuxarı, ömrü qısalır. Ona görə də bu yolda gərək insan lazımlı azuqəni özündə toplasın. Azuqəsiz yola çıxmaq yaxşı iş deyil. Görürsən, insan bəzi vaxt bir səfərə çıxırsan, maşının zapas təkəri yoxdur. Bu çətindir belə uzun səfərə çıxmaq və yaxud maşında bir problem var ki, o həll olunmalıdır. Səfərdə yarımçıq qalarsan. Azuqə bərzəx aləm üçün və məhşər üçün gərək insanın əməl dəftərində ola. Təqva o azuqəni çoxaldır. Cümə günündə Allahdan hər biriniz üçün təqva diləyirəm. Allah Taala təqvamızı artıq eləsin inşallah. Allahı yad eləmək keçən cümələrdə də danışmışdıq və bu cümə yenə həmin bəhsimizin davamıdır. Allah Taalanı dildə yad eləmək, zikirlərlə Allah Taalanı qəlbdə yad eləmək, Allah Taalanı əməldə yad eləmək, Allah Taalanı daxilində yad eləmək insanın xoşbəxtliyinin təzminatıdır. Ləfz zikri keçən dəfə də ərz elədim ki, ləfz zikri həqiqətdə bir pilləkənə bənzəyir ki, səni əməl zikrinə çatdırır. İnsanın dilində ləfzi zikir olmazsa, əməlində bir şey olmaz. Ona görə də ləfzi zikri mühümdür və təkid olunur. Çox da təkid olunur ki, insanın dilində həmişə zikr olsun. Görürsən, bəzi vaxt insanların dilində zikr əvəzinə o pis kəlmələr, pis sözlər, çox pis adətlər var ki, insan bəzən əsəbləşdiyi zaman tez o pis, xoşa gəlməz sözlərdən istifadə edir. Nə olar insan onun əvəzinə Allahın zikrini deyərsən? Zikr həm insanın əsəblərini rahatlaşdırır, həm də insanın dilini yaxşılığa sövq elətdirir. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə Əhzab surəsinin 41-ci ayəsində buyurur: Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, uzkurullahə zikrən kəsira, buyurur ki, Allahı çoxlu zikr eləyin. Zikrən kəsira, çoxlu zikr eləyin. Bu çoxlu zikr nədir?
təfsirdə yazırlar ki, buna deyirlər zikr-i kəsir, çox zikir. Hansı zikirdir çox zikir? Təfsirdə yazırlar. Mən səbbəhə təsbihə Fatimə salamullahi əleyhə fəqəd zəkarallah əz-zikrəl kəsir. Deyir, hər kəs Həzrəti Zəhra salamullahi əleyhanın zikrini oxusa gündə, həmin zikrə kəsir zikir deyirlər. O Quranda ki, Allah Teala buyurur, Allaha çoxlu zikr eləyin, buyurur ki, o çoxlu zikirdən məqsəd Həzrəti Zəhranın təsbihidir. Həzrəti Zəhra təsbihi namazdan sonra biz onu oxuyuruq. Davamlı da gərək oxuyaq. Çünki Həzrəti Zəhranın təsbihatı bizim həqiqətdə bilirsiniz ki, namazlarımız kamil deyil. Kamil namaz məsumlarındır. Bizim namazlarımız naqisdir. Nə cəhətdən naqisdir? Lazımlı təmərküz namazımızda yoxdur. İnsan namaza durduğu zaman fikri qaçır. İnsan namaza durduğu zaman o cür ki, qəlbi namaza bağlıdır, o cür deyil. Ona görə də deyir, namazlarınızın o, belə deyək də, bəzi vaxt çualdır, çuala bir şey tökürsən, deşikləri var. Tökürsən, aparırsan, yolda gedə-gedə o oradan tökülür. Bir də məqsədə çatanda görürsən, çual boşdur, içində bir şey yoxdur. Buna bənzədirlər ki, deyir, namaz elə bilsən, bir də azuqa çualındır, amma deşikləri var. Namazdan sonra bəzi şeylər hədislərdə təhkid olur, deyir, onları yerinə yetirin ki, onları yamasın. Onlardan biri Həzrəti Zəhra zikridir. Deyir, namaz bitəndən sonra heç kəsdən danışmadan Həzrəti Zəhra zikrini oxu. Təsbihat-ı Fatimə Zəhra salamullahi əleyhə. 34, 33, 33 namazdan sonra oxuyuruq. Buna deyirlər zikri kəsir. Namazdan sonra bu lazımdır. Və namazdan sonra şükür səcdəsi də lazımdır. Hədislərdə var, Həzrəti Zəhra zikri və şükür səcdəsi, namazdakı o insanın ki, təmərküzü olmur, orada qaçır o tərəfə, bu tərəfə və namazının keyfiyyəti o qədər deyil. Bunlar bəzən kömək eləyir insanın namazının keyfiyyətini düzəltməyə. İnsan bəzən namazına o qədər güvənir ki, 3 dənə Allahu Əkbərin 3-cüsündə qalxır gedir. Nə Həzrəti Zəhra zikri var, nə şükür səcdəsi var, nə bir əlləri göyə qaldırma bir dua yoxdur, nə bir hüzün yoxdur. Gəl bu ki, bu elə bir namaz qılıb ki, elə Allahu Əkbər, Allah onun namazını qəbul elədi, qalxdı getdi. Bu bəyənilmir. Çünki Peyğəmbərimiz bu işi görməyib. Rəsulullah namaz bitəndən sonra biraz dua eləyib, namaz bitəndən sonra şükür səcdəsi yerinə yetirib, namaz bitəndən sonra bəzi zikirləri oxuyub. Səhabələr deyir ki, Peyğəmbər, əziz Peyğəmbər, insanlarla ünsiyyətdə bir cür idi, Allahla ünsiyyətdə başqa cür idi. Deyirlər, nə cür? Deyir, Peyğəmbər gələrdi insanlarla salamlaşanda, əl uzadardılar. Peyğəmbər salam verərdi, bunlar salam verərdi. Deyir, nə qədər o əlini çəkməyə, nə qədər Peyğəmbər əlini çəkməzdi. Ta o salam verən müxatab əlini çəkir. Deyir, Peyğəmbərimiz insanlarla cəmiyyətdə danışanda heç vaxt qaşlı-qabaqlı danışmazdı. Onlardan hörmətlə, təbəssümlə, ehtiramla danışardı. Həmən Peyğəmbər Bilal Həbəşi namaz vaxtı azan oxuyanda deyir, həmən Peyğəmbər əvəz olardı. Deyir, elə bir Peyğəmbər bizi tanımazdı. Elə bir Peyğəmbər başqa bir şəxsə çevrilərdi. Çünki Peyğəmbər üzünü Allaha çevirərdi, Allahda qərq olardı. Namaz daxil olanda deyir, ərihni ya Bilal. Deyir, ey Bilal bizə rahatlıq bəxş elə. Nə rahatlığı? Deyir, azan oxu, bizi rahat elə. Azan, müəzzin azan oxuyur, Peyğəmbər deyir, azan bizi rahat deyir. İndi nə cür rahat deyir? Deyir, bizi dünyadan ayırır, bir 10 dəqiqə Allahla
münacatda, Allahla razı niyazda insan qərar verir. Şeytan o qədər güclüdür ki, 24 saat dünya məsələləri insandan əl çəkmir. Hətta o namaza ayırdığımız 5-10 dəqiqədə belə daha fazlası ilə, daha çoxluğu ilə o dünya projeləri, o dünya proyektləri insan beynindedir. İndi Peyğəmbər deyir, ey Bilal, azanı oxu, məni rahat elə. Namazda bir 10 dəqiqə üzümü Allaha çevirin və Rəbbimlə danışın. Bu 10 dəqiqədə düz danışın. İndi müəzzin azan verir, Allah səsinə qüvvət versin, dualarını müstəcab eləsin, aqibətini xeyr eləsin, uzun müddətdir. Çox böyük savab qazanır. Allah əməl dəftərinə inşallah yazsın. Zəngdir da, zəhmət çəkir, zəng çalır. Əyyuhannas gəlin, birdən gəlir, Allah tək namaz qılır. 3 nəfərdən namaz qılır, 4 nəfərdən namaz qılır. Bu kişi görür da zəngi çalır. Bu, bilirsiniz ki, müəzzinin haqqında bunu mötərizə rastlayın. Deyir ki, azan verən şəxs, hədisdə var. Deyir, azan bitəndə Allah Taala ona bir şəhidin savabını verər ki, şəhid Allah yolunda cihad eləyib, qılınc çəkib, damarları dorğanıb, damarlarından qan axır və şəhadət şərbətini nuş eləyir. Deyir, Allah Taala mərəkədə şəhid olan şəhidin savabını azançıya verər, azan oxuyana verər. Çünki azan oxuyan zəhmət çəkir, Allah onu qiymətləndirir da. İnsanlar iş-güc əhlidir, yadına salır, Allahu Akbar, Allahu Akbar və azan oldu, namaz vaxtıdır. Bu dində bu zəngdir azan. Deyir, ey Bilal, azanı oxu, bizi rahat elə. Yəni, namaza daxil olanda Peyğəmbər deyirdi, mən rahat oldum. İndi bu bir testdir. Gəlin görək, biz müəzzin azan verəndə biz rahat oluruq mu? Neçə faizimiz rahat oluruq? Biz əksinə azan veriləndə biraz da, mən özüm deyim, narahat olub. Ay, azan da oldu, məsələn, vaxt görək namazı nətər qılarıq, məsələn. Azan nə tez oldu? Azan nə gec qutardı? Peyğəmbər, biz adətən bu cürdür, deyir, əlhəmdülillah, namazı bitirdim, rahat oldum, çünki namazı qıldım. Peyğəmbər əks deyər, deyir, namaza daxil oldum, rahat oldum. Biz namazı qutaranda deyirik, rahatlaşdıq ki, boynumuzdakı vacibatı yerinə yetirdik. Zikir lazımdır. Bir dəfə fəqirlər yığıldılar, Peyğəmbərin yanına gəldilər. Dedilər, Allahın Rəsulu, bu varlıların pulu çoxdur. Bizim bir neçədən şikayətimiz var. Peyğəmbər buyurdu, nə varlılar, niyə sizi narahat edir? Dedi ki, bu varlıların pulu çoxdur, bunlar o pul vasitəsilə həccə gedirlər. Pul olmasa, cibində həccə gedəməzsiniz. Dedi, varlılar pulu var, həccə gedir. Varların pulu var, belə qəşəng sədəqə verirlər, insanların əlindən tuturlar, xeyir iş görürlər, ehsan eləyirlər. Dedi, bu varların pulu var, cihad üçün yardım eləyirlər, silaha kömək eləyirlər, saydılar. Dedilər ki, biz əfsus olsun ki, bu savablardan dalda qalmışıq. Pulumuz yoxdur, nə sədəqə verək, pulumuz yoxdur, nə həccə gedək, pulumuz yoxdur, nə cihada kömək eləyək. Biz nə iş görək, nə eləyək, bizim bu halımıza sən bir dəyər ver. Əziz Peyğəmbərimiz dedi ki, mən sizə bir neçə dənə zikir deyim, onları oxuyun. Əvvəldə qeyd elədi, Rəsulullah buyurdu, dedi ki, 100 dəfə, dedi 100 dəfə Allahu Əkbər zikri deyin, 100 dəfə. Bunun qarşılığında elə bir 100 dənə qulu azad eləyibsən. Pulun, paran yoxdur, qulu alıb azad eləmək, 100 dənə Allahu Əkbərdir. Allah sənin əməl dəftərində 100 dənə qulu elə bir aldın və azad elədin. Allah Teala bu qədər sənə savab bəxş eləyir. Sonra buyurdu, dedi, 100 dəfə Subhanallah de,
Bunun əvəzində Allah təbarək və təala elə bil ki, həccdə 100 dənə qurban kəsibsən, 100 qurbanın savabını sənə bəxş eləyər. Sonra buyurdu, 100 dənə əlhəmdülillahdır. 100 dənə əlhəmdülillahın əvəzində gözəl, qaçan, viddi fasonlu müharibə atı savabını verər ki, sən cihada hədiyyə eləyibsən. Cihadçılara belə gözəl at hədiyyə eləyibsən ki, onunla çapdırırlar və Allahın dininin müdafiəsində müşriklər də mübarizə eləyirlər. Sonra buyurdu ki, gündə 100 dəfə la ilahə illallahdır. Bu işin qarşılığı bu dünyadan ta məhşərə qədər əməllərinin üstün dərəcəsini çatdırar. Dedi, bunları görün, siz də məyus olmayın. Onlar həccə gedir, siz də bu zikirdən qurban. Onlar bu işi görür, siz bu işi görün. Bunlar başladılar zikri oxumağa. Peyğəmbərimizin bu sifarişi getdi, varlıların da qulağına çatdı. Onlar da ki, pulları, paraları var idi, otdular, başladılar. Onunla belə bu zikirləri oxumağa. Bu kasıblar narahat oldular. Qayıtdılar Peyğəmbərə etiraza gəldilər. Ya Rasulallah, biz gəldik səndən bir zikir soruşduq ki, bizim pulumuz yox, paramız yox, bizə bir şeydir. Sən bizə bir gözəl zikir dedin. Bunların da pulu, parası var. Gəldilər, gözlərini tikdilər bu zikirə. Bunlar da başladılar bizdən para var bunu oxumağa. Bunlar narahat olmuşdular. Biraz da istərlərindən, biraz onlar paxıllıq kimi gəlmişdi ki, da bu bizə bir şey öyrətdin, da gedin, da pulunuz var, siz də gedin həccə, da niyə gəlib bu zikri oxuyursunuz? Peyğəmbər güldü. Əziz Peyğəmbər güldü, dedi ki, Allahın fəzili çoxdur. Allah təbarək və təala bu zikirlərin içərisində bir xüsusiyyət qoyub ki, bunun içərisində bir fəzil var, bir xüsusi əhta var. Allah təala bu işi əncam verənlərin hamısına şamil eləyər öz rəhmətini. Rəhməti Allahın çox böyükdür, fəzli çox böyükdür. Allah Taala'nın fəzlindən düzgün tutmaq lazımdır. Allah Taala'nın fəzlindən düzgün istifadə eləmək lazımdır. Bu mərhum Əllamə-i Təbətəbai Rizvanullah Taala əleyh böyük ariflərdən və böyük təfsirçilərdəndir. Bir nəfər deyir, həccə gedirdim. Gəldim Əllamə-i Təbətəbainin xidmətinə. Dedim, acaba mən həccə gedirəm, mənə bir nəsihət elə. Mən nə iş görüm? Deyir, Əllamə dedi ki, sənə 2 dənə kəlmə deyəcəm Qurandan, onu əməl elə. Bu sənin olsun nəsihətin. Hansı ayəni oxudu? Bəqərə surəsinin 152-ci ayəsini. Ayə nədir? Fəzkuruni əzkurkum. Qısa və konkret. Fəzkuruni əzkurkum. Məni yad eləyin, mən də sizi yad eləyim. Allah Teala Quran-ı Kərimdə 2 dənə cümlədə 2 dənə söz var, kəlmə var. Siz məni yad eləyin, mən də sizi yad eləyim. Təfsirdə yazırlar, deyirlər, Allah unudarmı? Allah Teala'da unutqanlıq yoxdur ki. Yəni yad eləyim. Yəni Allahın yadından çıxmışıqmı? Allah Teala deyir ki, siz məni yad eləyin, mən də sizi yad eləyim. Elə bir şeyimiz yoxdur. Allah Təbarək və Teala nə unudar, nə yadından çıxar, nə yuxuluyar. Vələn-nəvm şeydə var da, Ayətül Kürsüdə. Allah nə mürgüləməz, nə yatmaz, nə unutmaz. Və bu hansı unutqanlıqdan danışır? Deyir, xeyr, burada məqsəd unutqanlıq deyil. Əllamə-i Təbətəbai yazır, deyir ki, sizi yad eləyim. Allah Teala deyir, məni yad eləyin ki, mən də sizi yad eləyim. Bu mənadadır ki, rəhmətimi, məğfirətimi, bağışlamağımı, rızq və ruzimi, nemətimi sizə başınızdan tökün. Bu mənadadır. Yəni deyir, məni yad eləyin, mən həm rəhmətimi, məğfirətimi, rizq-i ruzimi, bütün o həsənlər ki, sənin halına yazmışam, o başından tökümsən. Bu cür qərq olasan Allahın rəhmətini. Biz bəzi vaxt mərhumlara deyirik, Allah rəhmət eləsin.
Yəni Allahın rəhməti halına şamil olsun. Elə bizə də o söz deyilməlidir. Allah sənə rəhmət eləsin. Biz narahat olmaq, mən ölmüşəm, Allah mənə rəhmət. Rəhmət elə dirlikdə də var. İndi sadəcə mərhuma daha çox işlənir ki, onun əli buradan üzülübdür. Özü üçün bir iş görə bilmir. Biz ona bir şey göndərməliyik buradan. Elə deyil. Biz ona buradan bir xeyir göndərməliyik. Onun dörd gözdən vərəsələrini gözləyir ki, ona bir şey göndərə. İndi cümə günüdür, ona bir şey göndərə. Nə göndərəsən? Bir dənə salavatdır, neçədən Quran ayəsi oxu, savabını hədiyyə elə. Onlar gözləyir. Bir də mərhum bir əllamə var idi, Gülpayaqani, mərhum Gülpayaqani böyük fəqihlərdəndir. Bir dəfə Nəcəfdə idim. Nəcəfdə evimə qonaq gəldi. Qonaq gəldi, evimdə heç nə yoxdur. Əlimi ora atdım boş, bura atdım boş. Dedim ki, eşiyə çıxım, gedim. Bir nəfərdən bir qərz alım, borc alım, bir şey alım, mağazindən gətirim ki, qonaqlarım, 3-4 nəfər qonaq gəlibdir, bunlar bir tikə çörək yesinlər. Bunu harada danışır? Bir dostuna öldükdən sonra bir dostuna yuxuda o bundan soruşur ki, sən o dünyaya köçdün, sən nə baş verdi? Səndən nə soruşdular? Bunu orada danışır. Deyir ki, mən öldüm, mələklər gəldilər məndən sual eləmə. Bilirsiniz ki, bu insan ki, dünyasını dəyişir, deyirlər, qəbir sorğu sualı var. O, bu cəsədin dəfn olunduğu qəbir deyil. O kinayədir, bərzəx aləminin qəbridir. O ki, cəsəd dəfn olur, qutarda o vücud dəfn olur. O ki, ruh var, ruh başqa aləm, bərzəxin qəbrindədir. Deyir ki, nəkir, münkir, sorğu sual, mələklər gəldilər, dedilər ki, nəyin var? Diqqət eləsəniz, Həzrət Zəhra salamullahi əleyhə, indi yaxında Əyyam-ı Fatiməyə gəlir, Allah Taala bizləri Həzrət Zəhradan uzaqlara salmasın. Həzrət Zəhranın vəsiyyəti nədir? Deyir, əmoğlu, məni dəfn eləyəndən sonra tez getmə. Qəbrimin üstündə otur, biraz Quran oxu. Hədislərdə var. Deyir, insan ta qəbrə dəfn olana qədər sərgərdandır. Bilmir nə baş verib. Kimdir bunu aparan? Bu cəsəd niyə dəfn olur? Deyir, ona görə sərgərdandır. Sərgərdan olduğuna görə də meyitə qəbirdə təlqin oxunur. Təlqin müstəhəbdir. O bir nəfər silkəli yaxınlarından biri oxuyur. İsmə' ifəm, eşit, bil, ey filan kəs oğlu, İzə atanil mələkanil müqərrəba, la təxəf, qəbirinə 2 mələk daxil olsa, qorxma, belədir, ona təlqin eləyir. Deyir, insan dəfn olandan sonra o yaxınlarının səsini tanıyar. Bunların səsini, o səs bunlara tanış gəlir. Deyir, ona görə tövsiyə budur ki, deyir, tez getməsin yaxınları. Biraz otursunlar, orada biraz dua eləsinlər, biraz onun üçün bağışlanmaq diləsinlər. Tez bazar, zəng, yemək hazır oldu mu, biz çıxırıq. O, nə oldu, bu nə oldu? Ölü yaddan çıxıbdır. Tez bazar örtdülər, hamı getdi. Bu deyir ki, mən qəbrə qoyulanda gəldilər, dedilər ki, sən nə gətiribsən? Dedim ki, mən filan kitablar yazmışam. Din üçün bir xeyir vermişəm. Qələm işlətmişəm. Dedilər, onu boşda, o getdi. Hara getdi? Dedi, sən onu yazdın, altda da müəllifin adı yazıldı. Filan kitabın müəllifi filan kəs, kitabı açıb oxuyun, dedilər, bəh. Hətta bu alim nə yazır? Dedi, getdi də o. Elə bu dünyada adın, sanın, şöhrətin ucaldı kitabından qələminə. Bu getdi, onu burax. Dedi, başqa nə gətiribsən? Dedi, mən dedim ki, həcc gətirmişəm,
Namaz gətirmişəm, oruc gətirmişəm, gecə namazı gətirmişəm. Dedi, onu filan kəslər də qılıblar. Səndən gözlənti bundan çoxdur. Çünki sən alimsən, sən onlardan daha çox əməl görməliydin. Dedilər, gənə nə gətiribsən? Deyir, mən sorğu-sual eləyəm, mələk dedim. Da nə deyirəm? Tulluyursunuz. Deyirsiniz, bu getdi, o getdi, dedi, heç nə. Yox, dedim, heç nə gətirməmişim, da yoxdur. Dedilər, yox. Sən bir dənə əməl dəftərində bir məsələ var ki, o saxlanılıb, məhşərə qədər də onun savabı sağ veriləcək. Dedim, nədir? İndi gəlirəm bəhsimə. Bunu danışır. Deyir, Nəcəfdə idim. Evimə qonaq gəlmişdi, bir şeyim yox idi. Çıxdım eşiyə, gedən bir nəfərdən borc pul alam, mağazindən bir şey alam, gətirəm. Yolda Nəcəfin küçələri qaranlıq idi. Ayağım daşa ilişdi, yıxıldım, ayağımın biri yaralandı. Çox aznacaqlı şəkildə ayağa qalxdım, biraz öz-özümə nervləndim, əsəbləşdim. Dedim, sən halına bax bir. Böyük alim olasan, cibində bir qəpik pulun olmuyor. Böyük kitablar yazasan, filan müştehidin xüsusi tələbəsi olasan, gecə arı, Nəcəfin küçələrində ora yürəsən, bura yürəsən ki, evimə qonaq gəlib, ona bir tikə çörək. Bu nə vəziyyətdir? Bunu yıxılandan sonra beynimə gəldi, sonra ağzıma möhkəm şapalaqdan vurdum, dedim, nə danışırsan sən? Bu qonaq Əmir el-Möminin qonağıdır. Qonaq gəlibsə, Əmir el-Möminin ayağına bir bərəkət gətiribsən, nə danışırsan? Deyir, bunu dənəsə otdum, 3-4 dəfə qəlbdən dedim, əlhəmdülillah. Allah sənə şükür olsun, məni bağışla. Dedilər, bax, o əlhəmdülillahın var idi ki, yıxılanda demişdi. O, əməl dəftərində yerləşibdir. Bəzən insan əməl dəftərində ağılına gəlmədiyi bir şey yerləşir, amma ağılına gələn bir şeylər yox olur. Elə deyilmi? Video yüklə səhifənə. Deyirsən, bu video %100 baxışı gedəcək bu qədər. Özündə bu cür düşünürsən. Bir də görürsən, baxış oldu 100 dənə. Bəbəm, bu zəhmət oldu, bunu yerləşdirdik. Bir də bir dənə video tulluyursan, deyirsən, nə tutar. Bir də səhər qalxan görürsən, getdi. Milyonlar baxış olur. Elə deyil mi, qardaş? Milyonlar baxış olur. Əməl də bu cürdür. Bəzən ağılına gəlmədiyi, sən xırda hesab elədiyin bir məsələ əməl dəftərində möhkəm yazıla bilər. Ona görə də hədislərdə deyirlər ki, o bəzi xırda şeylər ki var sizdən üzləşir, ona çox narahat olmuyor. O bəzən göndərilir sizə doğru ki, siz imtihan olunasınız. Biri əl açır, biri yalvarır, biri nə bilim zəhləni tökür. O da göndərilib da sənin zəhləni tökməkdən öncə səbr eləyəsən. Allaha görə səbr eləyəsən. Allaha görə səbr eləsən, bəzi vaxt o deyirsən, Qədir gecələrində bu qədər ağlanmışdı, Məhərrəmlikdə bu Abdullaha bu qədər ağlanmışdı, onlar getdi. Görürsən, bir dənə elə bir şey ki, bir nəfər yıxılmışdı, əlindən tutdun, qaldırdın, bu qaldı. Aydındır, içində heç bir riya yoxdur, heç bir təkəbbürlük yoxdur, heç ağlına da gəlmir ki, bu səni nicat verə bilər. Amma bu insanı nicat verir. Mən bu bəhsimi burada dayandırıram. Bizim bəhsimiz ləfz-i zikr haqqındadır. Ləfz-i zikrin xüsusiyyətləri və yerləri. Harada ləfz-i zikrin yeri daha effektivdir. Bilirsiniz ki, zikr yaxşıdır, amma bəzi yerdə daha yaxşıdır. Namaz yaxşıdır, bəzi yerdə daha yaxşıdır. Dua yaxşıdır, bəzi yerdə daha yaxşıdır. Allah Taala duaları qəbul eləyər, amma bəzi yerdə daha tez qəbul eləyər. O daha tez, daha yaxşıları gərək bilək ki, o zamandan, o fürsətdən layiqli istifadə eləyək. İndi zikr yaxşıdır, əlhəmdülillah, cümə namazındasınız, zikr oxuyursunuz, Allah qəbul eləsin. Bəzi yerlərdə daha yaxşıdır. O yerləri mən inşallah saxlayıram. Allah ömür versə, gələn cüməmizdə bəhs eləyərik.
Allah Teala aqibətimizi xeyirli eləsin. Allah Teala günahlarımızı bağışlasın. Allah Təbarək və Teala müşkillərimizi həll eləsin. Allah Təbarək və Teala imanımızı kamil eləsin. Allah Təbarək və Teala getdiyimiz yolda bizi sabit qədəm qərar versin. İmam Zaman ağanın zuhuru təcil olsun. Dünya və axirətimiz abad olsun. Salavat ya Muhammed və Muhammed. Bismillahirrahmanirrahim. Vel asr. İnnel insane lefi khusr illellezine amenu ve amilussalihat ve tevasav bil hak ve tevasav bis sabr. Sallu ala Muhammed ve ali Muhammed.